Kimyadan vacib bir qeydlərin içərisində biz bunu da qeyd etməliyik. Deməli, dəmir plus H xlor. Baxın, burada alınacaq ferium xlor 2 plus hidrogen. Yəni, dəmir gəlir, xloru götürür, gedir və hidrogen çıxır, əvəz etmə reaksiyasıdır. Sadəcə fərq nədir? Burada dəmir burada 2 valent göstərir, mütləq. Amma dəmir üzərinə xlor 2 alınır, dəmir xlor 3. Burada isə dəmir 3 valent göstərir artıq. Yəni, dəmir H-xlor ilə reaksiyasından 2 valent göstərir. Dəmirin xlor ilə reaksiyasından isə 3 valent göstərir. Bunu mütləq əzbər bilməliyik. Sonra, dəmirin sulfat turşusunun durusu ilə reaksiyasından H2SO4-ün durusu ilə reaksiyasından alınır. Ferium. Normalda artıq biz bilirik ki, dəmir orta aktivdir. Duru sulfat turşusu ilə reaksiyaya girsə, duz əmələ gələr, düzdür? Ferium SO4 plus nə əmələ gələcəkdi, bir də demişdim, hidrogen əmələ gələcəkdi. Amma sonra bir də yazdıram. Dəmir plus H2SO4-ün qatısı ilə reaksiyasından alınacaq. Yenə artıq bunu bilirik ki, dəmir orta aktivdir. Orta aktivlər duru ilə gedəndə hidrogen sulfid əmələ gəlirdi. Üzr istəyirəm, hidrogen əmələ gəlirdi. Amma qatı ilə reaksiyaya girəndə nə əmələ gəlir deyirdik? SO2 hər bir halda demişdik, aktiv olanda hidrogen sulfid idi, pasiv orta aktiv olanda SO2 əmələ gəlirdi. Ona görə plus duz yazacağım, plus SO2 plus nə əmələ gələcək? Təbii ki, bir də su çıxmalıdır. Burada isə duz əmələ gələndə ferium SO4 əmələ gəlməyəcək. Ferium 2SO4 3 dəfə əmələ gələcək. Yəni, biz dəmiri bir 2 valent kimi götürmüşük. Bir də 3 valent kimi. Düzdür? Duru ilə gedəndə, duru sulfat turşusu ilə gedəndə 2 valent olur. Qatı ilə gedəndə isə 3 valent olur. Qatı ilə gedəndə 3 valent. Baxın, burada da indi qatı sulfat turşusu ilə reaksiyaya girdiyinə görə dəmir SO4 bilirik ki, 2 valentdir. Dəmir də deməli neçə valentdir? 3 valentdir ki, bu yana düşüb. 3 bir yana düşüb, 2 bir yana düşüb. Olub ferium 2, SO4 3 dəfə. Deməli, duru sulfat turşusu ilə gedəndə dəmir 2 valent, qatı sulfat turşusu ilə gedəndə 3 valent göstərir. Həmçinin xlorid turşusu ilə gedəndə 2 valent, xlorla gedəndə 3 valent olur.